Biraz orta oynadı yaxşı. Sonra Yaxşı. Gör! Ətəl yedim. Salam millət, hər vaxtınız xeyir. Bugün Airsoft Azərbaycana gəlmişik və bugün buranın ən güclü oyuncuları ilə döyüşəcəyik. Baxın, bu klub üzvlərimizdir. Zaur və Nikolay. Bizim klub üzvümüz Nicafdır. Nəcəfdir. Və klub rəhbərimiz Rəşid müəllim. Rəşid müəllim necəsiniz? salam. Və bu da bizim klub üzvümüz Orxan. Video salacağım ama YouTube'a paylaşacağım. Üzvü başı bulurlayaram. Və keçirik paltarlarımızı dəyişməyə Razvalda. Geyimləri geyindikdən sonra isə qoruyucu vasitələri geyinmək üçün otağa keçirik. Əsas qoruyucu vasitələrdir. Mən maskanı taxmalısınız, eynəyi taxmalısınız. Hamısı yuyulur əvvəldən. Görürsünüz, mən özüm də istifadə edirəm. Təmizlikdə heç bir problem yoxdur. Mən kepka ilə oynayıram. Bu tərs panamalar da verilir. Bu tərs kasklar da verilir. Uşaqlar, indi mən sizə hər şeyi bu GoPro üzərindən göstərəcəm. Headcam deyirlər, Rəşid buna. Vallahi onu birinci səfərdə işləyirəm amma Elvin dedi. Headcam Boşuna ət olaya baş. Hamı tanıyacaq. Bu görüntüdən yox, artıq oyunu GoPro-dan görəcəksiniz bundan sonra. Yəqin ki, lazım olsa yenə belə istifadə edəcəm kameradan. Silahımız var, hər şey hazırdır. Otifibdən qıraqdan göstərim. Bu geyimlər hamısı şəxsidir əslində. Geyiminiz yoxdursa bu tərz geyimləri də əlavə ödənişlə götürə bilərsiniz. Hamı toplanır və təlimat keçirilir. Təlimatda ən əsas qaydalar izah olunur. Təlimatdan sonra isə püşkatma yolu ilə komandaların hardan başlayacağı Nasıl seçilir. seçirsən bura? Böyük şansən. Mən pləkan tərəfi. Bu tərəf Pləkan da, bax pləkan. Pləkan. Kimə düşdüsə o skoçlanmır. Yəni o qalib gəlir. Birləşən bu kişiyə düşsə skoçlanmır. Bəli. Yox. Siz kimə düşsə o tərəfə gedirsən yəni. Siz qalmısınız. Öldürmüşsən. Pləkan düşdü, yox. Yəni də. Pləkan düşdü də yerdə. Yox, pləkan düşdü, qismət elə. Samolyotdan təzə düşmüsən. Fərqi var, düşdü də, indi sən əlin. Pləkan. Baxan yeri yox. Baxan yeri yox. İndi xəritə düşsəydi var, 100% Uçub götür. Ora. Yox da siz gedin. Komandalar bəlli olduğuna görə döyüşə başlaya bilərik. Round one. Fight. Buradakı operator dostum böyük bir səhvə yol verərək atəş açdığım istiqamətdə çıxır və nəticədə vurulur. Bildim. Qəşəng. Tarağı değiş. Stop. Sağdan. Hiçbir tane kaçar. Hiçbir. Gitti. Hazır.
3, 2, 1 getdin. Burada artıq başa düşdüm ki bizim komandanın hamı vurulub və biz ikimiz qalmışıq. Bu nətər? Evet, indi var oldu. Baba oldu, adaletli. Ha. Normal değil o. Mənim normal deyil, buna bax. Airsoft'un nəliyyəti. Sən mən vurdum səni. Alnımın ortasına koy. Həqiqi. Gel bura. Sana bura vur. Gör bir dənə bunu bağlayayım. Gəl. Hele yok. Hə, göstər. Airsoft'da ilk yaramızı aldıktan sonra biraz fasilə verib çay içirik. Çay var, istifadə. Bu klub üzvümüz, mənim yaxın dostum Namiqdir. Mən həmişə ona Vazanar Namiq deyirəm. Çəkirəm ha kamerayla sən. У них жизнь вот такой, они не знают покой. Bu da bizim şeydir. Bütün gün narazı olan deyinən, Oh my shoulders, oh my shoulders, oh my arms. deyingən. Deyirəm də o görsən yenə. Oo, buna baxın bax. Bunun gəlinci tapda indi orada. Bütün optiklara baxmaq lazımdır. 7 nəfər. Öyle 7 nəfər. Səsini də qalınlaşdırır. Səs nə deyil axı. Komanda verəndə elə. Get, bölük, sağa, dön. Adımla. Bas. Sən nə? Oyunu oynayır. Все. Vardı da. Ha neden ben gelmişim içmeye afar. Sən eşitdiblər ki, sən gəlsən, o dəqiqə. Gələcəyim işdə dünən gecə paketi yığıb qoyublar qırağa gəlməyiblər. Tez hazırlaşıb başlayırıq ikinci raunda. Soruş gör. Sarısan sən yoxsa yox. Tez qaçara. Oy, dedi o. Ora gedirəm, hə? Öyrəndim bütün planları. Məlləyəm. Hara getsin? Hara gedək? Hə? Hara gedim, necə gedim, hə? Nə oldu? Bölümsüz komanda. Rəşid, təkrar elə zəhmət olmasın. Nəsə məlumat verdin mənə. Fasiləsiz 4 oyun uşaqlar. Fight. Go, 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 go! Bura. Buradadır. Qabağdan vuruldun ha sən? Qəşəng. Nəcəf minus, Nəcəf minus. Əvəz, bir dənə yaşıllığa dəstək atışat, mən qaça-qaça gedim qabaqdakı təkərə çıxam. Hiç. Harda da. Yandım. Məni bir yaşadırsanız, o yaşan gələndə mənim vaxtım yox. Mən səsə qulaq asam, hamı yeri tapmışam, yaşadını tapmamışam. Ben de bu deyib bunu atana tapmamışdım. Oy. Burada birinci roundda vurulduq. Alnımızı söndürək, keçir ikinci rounda. Yaxşısan? Orkan, ben gördüm vurmursan. Video çəkirəm. Sən də sən vurmayasın. Ona bax. Bu sənə yaraşmır qardaşım. Bunu ver demə. Bir takım da ne olur? Yine pahalı. Sağ olun. Oy. İntiqam almaq üçün 3-cü raunda başlayırıq. İnşallah döyüşümüzün başlamağına çox az vaxt qalıb. Xarkovka hara kimi getməliyik, məsələn? Bayraq var, Bayrağa kimi.
çalışmaq lazım ora kimi. Çalışmaq. Oranı götürsəz Götürə bilmir. Onlar həmişə Qaqanlıq mənlikdir. Sənətə qatılır. Bir dənə Nurlandır da orada qaçacaq, o da yolda yıxılmasın. Zar da gələcək. Zar həmişə Qaqan gedir ora. Qaydalarda qaranlıq var. Uşaqlar, zoolojik orta hissələrdədir. Zoolojiki tapmalıyıq və qorumalıyıq. Necə qorumalıyıq? Biraz da məndən yarışım. Uşaqlar, uşağı şeyə dəymədən, sarı zilətə dəymədən qaçırıq. Gözləyəmək sənə. Yer evdən çıxasan. Mən evdən çıxıb qaçacam sağa. Çatdıra biləcəksən. Çatdıracam, sən mənim çıxan kimi sən sola bax, mənim üstümə gələnlər var. Mən evdən çıxıb baxacam sənə. Round 3. Fight. Dəymədi sənə. Orxan, sənə vurmuşam. Sən mənə atırsan? Orxan, sənə dəyib. Çıxanda atmışam sənə. Burada Orxan qardaşımla kiçik bir anlaşılmazlıq yaşadıq, amma sonra həll elədik. Hələ başlıqda demişdim ki, məni vurmasın. Bunun heyfini isə 4-cü raundda çıxmağı düşünürəm. Oyun bitənə qədər biraz fotosessiya elədim, daha sonra isə təchizatı hazırlayıb döyüşə başladıq. Bu nə vaxt edik? Lan bu biri. Biraz orta oyna da yaxşı. Sonra yadından çıxır. Biraz orta oyna da yaxşı. Ət eləyədim. Ata evə geçsin. Bak! Ora gitməzdikdə, yaxşı get. Mən çıxam sənə. Burada əslində məqsədim düşmənin sol cınağını yararaq arxalarına keçməkdir ki, bunu da bacardı. İki də adam qalmadı. You win. Uşaqlar, turumuz burada bitir. Turu deyirəm, oyunumuz
Düzdür, vurulduq, yaralandıq və s. və ilaxır. Amma maraqlı keçdi. Hamınızı gözləyirəm. İndi ətraflı videolarda paylaşacağam. Yaxınlaşdı qardaş. Görüşək. Göndərmişəm kimi. Get cəmaət TV-də gözləyir. Bildiyiniz kimi bu tərz videoları hazırlamaq çox vaxt alır və montaj, fotolar üçün Adobe proqramlarından istifadə edirəm. İndiyə kimi ancaq Crackla işləyirdim, lakin lisenziya məkanı səhifəsini tapdıqdan sonra orijinal hesabla işləməyə başladım. Çünki onlar çox münasib qiymətə bir çox hesabları təklif edirlər. Hal-hazırda baxdığınız videonu lisenziya məkanından aldığım hesab sayəsində hazırlamışam. Bu tərz orijinal hesabların bir çox üstünlüyü var. Bunlardan da biri süni intellektdən də istifadə etmə şansıdır. Həm də onu deməliyəm ki, çox operativ işləyirlər. Ödənişi etdikdən bir neçə dəqiqə sonra artıq hesabı istifadə edə bilirdim. Prosesin necə baş verdiyini isə video qeyd etdim ki, siz də daha rahat görəsiniz. Bundan başqa bir çox hesablar satırlar və bu barədə lisenziya məkanına etibar eləyə bilərsiniz. Təşəkkürlər.